Rüfət bəy, DevCommerce tələbələr nə öyrənir? DevCommerce tələbələri elektron ticarət sahəsində tədrislərə başladıqdan sonra müəyyən bilik və bacarıqlar öyrənirlər. Bunlardan birincisi platformalar daxilində mağaza qurulması olur. Yəni biz satışlara necə başlamalıyıq, hesabımızı necə hazır etməliyik, bunu öyrənirik. Bundan sonra artıq növbəti olaraq satış və marketinq tipli bacarıqları əldə edirlər ki, hansı ki bu onların gündəlik həyatında da istifadə oluna bilir. Yəni bu sadəcə elektron ticarət sahəsində kifayət etmir. Əməliyyat və avtomatlaşdırmanı öyrənirlər. Yəni bu prosedurlar necə həyata keçirilməlidir, necə davam edəcək, necə satışlar olacaq, bunu öyrənmiş olurlar artıq və sonradan artıq sifariş gəldikdən sonra bunu necə avtomatlaşdırmaq olar, bunu biləcəklər. Satış psixologiyasını və yanaşmanı öyrənəcəklər ki, hansı ki satışda necə uğurlu olmaq olar, müştəri ilə necə danışmaq lazımdır, davranmaq lazımdır. Bu kimi nüansları artıq müəyyən qədər də olsa bilmiş olurlar və ən sonuncuda real praktika əldə edirlər. Hansı ki bu DevCommerce-i fərqləndirən üstün cəhətlərdən biridir. Ümumiyyətlə sadəcə nəzəri olaraq yox, siz praktiki olaraq da artıq tədrisin sonuna yaxın satış edərək yekunlaşdırdığınız üçün praktik şəkildə həyata keçirmiş olur və daha yaxşı öyrənib, daha yaxşı nəticələr əldə etmiş olursunuz. Əgər siz də DevCommerce tələbəsi olmaq istəyirsinizsə, DevCommerce-in elektron ticarət tədrislərindən faydalanmaq istəyirsinizsə, rəylərə elektron ticarət yazmağınız kifayət edir.